Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə mərkəzdə sizin üçün çox gözəl bir dənə 4 otaq demək olmaz. 8 otaqlı bir evin təqdimatına aparacağım. Evimizdə çox cüzi bir işlər qalıbdı. 2.7-dədir. Təbii ki, Qubçalı değerli izləyicilərimiz. Bu bağ üçün nəzərdə tutulub. Qapımız jalüz qapıdır. Qazımız, işığımız, suyumuz daimidir. Evin qubçası verilibdir hal-hazırda. Torpağın qubçası var. Evin qubçası da verilir. Yani paket qubça değerli izləyicilərimiz. Altının garajıdır. Əziz izləyicilərimiz, ilk olarak sizi yuxarıdan tanış edəcəm. Sonra aşağı keçəcəyik. Evimiz çok güzeldi. Bir tane de burada ön görünüş verək qəşəng. Çok güzel evdir, çok səliqəli evdir. Bünövrəsi beton, kəmərinə kimi hər bir şey necə lazımdır, atılıbdır. Keçən indi evin içərisini tanış edəcəm. Əziz izləyicilərimiz, bu evdə bir dənə baxarsınız, tam bir dənə evin qapıları qalıbdır, dediyim kimi cüzi. Burada girişdə sol tərəfdə mətbəxdir, şəbəkə pəncərə. Yuxarı ışıqları, hər bir şey necə lazımdır. Gözəl iş gedibdir. Çox qəşəng evdir. Burada sağ tərəfdə qonaq otağıdır, belə geniş. Çox gözəl işıqlarla indi. Oradan gizli işığa kimi hamısını. Değerli izləyicilərimiz, dosta, qardaşa, tanışa, ətrafa, qonşuya məsləhət görüləsi evdir. Çox gözəl evdir değerli izləyicilərimiz. Qiyməti də münasib qiymətə deyilir. Burada belə bir geniş yataq otağıdır. Burada ikinci geniş yataq otağıdır. Və geçen üçüncü yataq otağından tanış edəcəm sizi. Bu da üçüncü yataq otağıdır. Burada da bizim sanitär və sanitär qovşağıdır. Asma tavandır. Aksesuarlar da qoyulacaq değerli izləyicilərimiz. İndi keçirik alt mərtəbə ilə sizi tanış edəcəm. Alt mərtəbə ilə tanış edəcəm. Ətraf yaşayışdır. Çox qəşəng geniş. Buradan da giriş var, garajdan da giriş var değerli izləyicilərimiz. Böyle bir girişdir. Yani kim istəsə buranı gələcəkdə təmir edib. Bax, burada sanitär və sanitär qovşağıdır. Burada da böyle bir geniş otaqdır. Burada bir yataq otağı, yani otaq deyək, otaq. Bu da ikinci otaq, yani aşağıda 3 otaq. Bir hamam tuvalettir. Burada da garajdır. Garajdan da kapı. Değerli izləyicilərimiz, evimizin qiyməti 145 min manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.